Salam, hər vaxtınız xeyir olsun. Mən Dost Akademi Təlim və Tədris Mərkəzinin ibtidai sinif müəllimi, həmçinin Azərbaycan dili və kurikulum müəllimi Solmaz Məmmədova. Sizlərə Tədris Mərkəzimiz tərəfindən 23 mart tarixində 4-cü sinif şagirdləri üçün keçirilmiş sınaq imtahanında istifadə olunmuş Azərbaycan dili və riyaziyyat suallarını izah edəcəyəm. İlk 20 sual Azərbaycan dili sualı, növbəti 20 sual riyaziyyat sualı. Başlayaq sualların izahına. Sual 1. 3 nöqtələr. Dünən bütün tapşırıqları yazdıq cümləsində buraxılmış mübtədanı bərpa edin. Siz yazdıq, onlar yazdıq, biz yazdıq, sən yazdıq. Təbii ki, biz yazdıq. Biz dünən bütün tapşırıqları yazdıq. C variantı. Hansı variantda söz birləşməsi verilmişdir? Asta-asta. Defislə yazılan mürəkkəb sözdür. Bayram qabağı, soyuqqanlı, müxtəlif sözlərin birləşməsindən yaranan mürəkkəb sözdür. Sinif lövhəsi isə söz birləşməsidir. B variantı. Babək və Nadir hər gün birlikdə məktəbə gedirlər cümləsində ikinci dərəcəli üzvün, yəni zərfliyin sayını tapın. Nə edirlər? Gedirlər. Kim? Babək və Nadir. Mübtəda xəbəri tapdıq. Haraya gedirlər? Məktəbə, yer zərfliyi. Nə zaman gedirlər? Hər gün gedirlər, zaman zərfliyi. Necə, nə tərzdə gedirlər? Birlikdə gedirlər, tərz hərəkət zərfliyi. 3 dənə zərflik var. A variantı. Yaxın mənalı köməkçinin qissələrini uyğunlaşdırın. Demək, amma, ancaq, bircə, kaş, barı, 2A, tərəf, doğru. 3D B, D variantı. Verilmiş əvəzliklərdən hansı həm şəxs, həm də işarə əvəzliyi kimi işlənə bilir? Şəxs əvəzlikləri hansılardır? Mən, sən, o, biz, siz, onlar. İşarə əvəzlikləri hansılardır? O, bu, elə, belə, həmin. Demək, o, şəxs əvəzliyi də var, işarə əvəzliyi də var. B variantı. Nərmin sınaqda birinci yerə layiq görüldü cümləsində sayın mənaca hansı növə işlənmişdir? Birinci burada sıra sayıdır. Bir miqdar sayına inci şəkilçisi artırılıb, sıra sayı yaranıb. Birinci sıra sayı A variantı. Verilmiş sözlərdən birinin yazılışı düzgün deyil. Çəkic, dost, sərbəst. Bunlar doğru yazılıb. Zəif yazılmır, zəif yazılır. D variantı. Hansı cümlədə ağır sözü məcazi mənada işlənib? Onun daşıdığı çanta çox ağır idi. Ağır çanta həqiqi mənadadır. Sərgiyə iri və ağır daşlar qoyulmuşdu. Ağır daş həqiqi mənadadır. O, olduqca ağır dəmir parçalarını birləşdirdi. Ağır dəmir parçası, bu da həqiqi mənadadır. Nənə baş vermiş ağır hadisədən sonra özünə gələ bilmirdi. Ağır hadisə məcazi mənadadır. B variantı. Dad bildirən sifəti seçin. Şirin, yaxşı, uzunsov, geniş. Təbii ki, şirin dad bildirir. Məsələn, şirin meyvə. A variantı. Hansı variantdakı sual sifət və sayın ortaq sualı sayılır? Necə, nə cür, demək ki, sifətin sualıdır. Neçə sayın sualıdır. Hansı sifətində sualı var, sayında sualı var, sıra sayının sualı var. Deyirəm ki, 5-ci sinif, neçənci sinif və yaxud da hansı sinif? Deyirəm ki, gözəl qız, hansı qız? Hansı həm sifətin, həm də sayın sualıdır. C variantı. Hansı cümlədə amonim sözü işlənib? Amonimlər nəyə deyilir? Deyiliş, yazılış eynidir, amma mənalar tamamilə fərqlidir. Xoşbəxtlik insanların haqqıdır. Meyvələr öz məhsulumuzdur. Hər kəs iştirakçıları alqışladı. Bunlarda yoxdur. Bizim fikirlərimiz onlara çox maraqlı gəldi. Biz amonim sözdür. Biz şəxs əvəzliyi var. Biz. Bir də ki, biz, iynə, biz var. Biz sözü amonimdir. B variantı. Hansı sıra təyinə vəzifələrdən ibarətdir? Təyinə vəzifələr hansılardır? Öz, hər, bütün, filan, eyni. Bütün, filan. C variantı. Verilmiş cümlələrdən birində məsdər şəkilçisi işlənmişdir. Məsdər şəkilçisi maq, məc və yaxud da ma, mə. Bölmə mənini şagirdlər asanlıqla öyrəndilər. Burada bölməkdən bölmək yaranıb. Mamə burada leksik şəkilçisidir. İşləri aralarında belə bölməsi çox xoşuna gəldi. İşləri aralarında belə bölməsi. Sözə mənsubiyyət şəkilçisi artırılanda maqmək əvəzinə mamə artırılır. Onun bölməsi. Bölmək sözün kökü mamə. Mənsubiyyət, daha doğrusu məsdər şəkilçisi, böl sözün kökü mə, məsdər şəkilçisi, s bitişdirici samit, i də mənsubiyyət şəkilçisi. İşləri aralarında belə bölməsi çox xoşuna gəldi. Onun bölməsi. Burada məsdər şəkilçisi var. B variantıdır. Yığılan pulları hələ bölmə. Burada mamə inkar şəkilçisidir.
M inkardır. Əmək insanı daima ucaldar. Burada əmək sadə sözdür. Qaldı B variantı. Hansı suallar zərfin sualları deyil? Nə vaxt, nə zaman, zaman zərfinin sualıdır. Nə cür, nə vəziyyətdə, nə cür tərz hərəkət zərfinin sualıdır. Hara, nə dərəcədə, hara yer zərfinin sualıdır. Nə üçün, nəyə? Bunlar zərfin sualı deyil. D variantı. Mürəkkəb zərf işlənmiş cümləni müəyyən edin. Rəngbərəng güllərdən bir buket düzəltdik. Rəngbərəng mürəkkəb sifətdir. Ürək açıqlığı ilə hər kəsin sevimlisinə çevrilmişdir. Ürək açıqlıq mürəkkəb isimdir. Tezliklə dost tanışlar şad xəbəri verəcəkdir. Dost tanış bu da mürəkkəb isimdir. İlyas Bəldalı az-çox tanıyırdı. Az-çox mürəkkəb zərfdir, hərəkətə aiddir, az-çox tanıyırdı. Defislə yazılıb. C variantı. Cümlələrdən biri ancaq isimlərdən ibarətdir. Müəllim mənəvi təmizlik formasıdır. Mənəvi sifətdir. Torpağımız bərəkətlidir. Bərəkətli sifətdir. Fikrin o insanlara getməsin. O əvəzləyik, getməsin fiil. Qızıl bilərzik qolundadır. Nə? Qızıl. Nə? Bilərzik. Nə? Qol. Hər üçü nitq hissəsi olaraq nədir? İsimdir. B variantı. Köməkçi nitq hissələri sözlərin elə məna qruplarıdır ki, leksik mənaya malik olmur. Bəli, köməkçi nitq hissələrinin leksik mənası olmur. Cavab elə A variantıdır. Qrammatik mənaya malik olmur. Səhvdir. Köməkçi nitq hissələrinin qrammatik mənası olur. Ayrılıqda cümlə üzvü kimi işlənə bilir. Səhvdir. İşlənə bilmir. Şəkilçi qəbul edib dəyişir. Bu da səhvdir. Sual 18. Verilmiş bağlacılardan birindən sonra cümlədə vergüldən istifadə olunur. Çünki ancaq deyəsən ki bağlacıdan sonra vergül qoyulur. D variantı. Məntiqi ardıcılığı tamamlayın. Sarı, doğru, qarşı, qədər, tərəf, can, dək. Evə sarı, evə doğru, evə qarşı, evə tərəf. B variantı. Sual 20. Biri say deyil. Beşlik nə? Beşlik. Beşlik isimdir. 5 sayından beşlik ismi yaranır. Cavab elə A variantıdır. Çoxlu, bir çox, xeyli. Bunlar isə qeyri-müəyyən miqdar sayıdır. B variantı. Bununla da Azərbaycan dili suallarının izahı yekunlaşdı. Demək keçək riyaziyyat suallarının izahına. Sual 1. 8-də 5 hissəsi 45 olan ədəd neçədir? 8-də 5 hissəsi 45 olan ədəd neçədir? Tənlik qururam. 8-də 5 x bərabərdir 45-ə. 8-də 5 x bərabərdir 45-ə. 5x bərabərdir 45 vur 8. 5x bərabərdir 360-a. 45-i 8-ə vuranda 360 edir. 5x 360-a bərabərdir. X də bərabərdir 360-ı 5-ə bölürəm 72. Demək 8-də 5x bərabərdir 45-ə. 5x bərabərdir 45 vur 8. 5x bərabərdir 360. Sonra 360-ı 5-ə bölürəm 72. 8-də 5 hissəsi 45 olan ədəd 72-dir. B variantı. Sual 2. 30 metr uzunluğundakı yolun 5-də 2 hissəsinə ağac əkilib. Neçə metr ərazidə heç nə əkilməyib? Demək 30 metr uzunluğundakı yolun 5-də 2 hissəsinə ağac əkilib. Nə qədərini ağac əkilib? Necə tapıram? 30-u bölürəm 5-ə, vururam 2-yə. Eləyəcək 12. Demək, 30-u böldüm 5-ə, vurdum 2-yə, 12, 12 metrinə ağac əkilib. Neçə metr ərazidə heç nə əkilməyib? 30-dan da 12-ni çıxıram, 18 metrinə heç nə əkilməyib. C variantı. Sonra sual 3. 43 litr 256 milli çıxılsın 2774 milli. Demək, 1 litrimiz 1000 millidir. Demək, bunu tam litri milliyə çevirirəm. Olur 43256 milli. 43256 millidən 2774 millini çıxıram. Yəni 43256-dan 2774-ü çıxıram. Eləyəcək 40482. 40482 40 litr 482 millidir. Olacaq D variantı. Sual 4. 7830 böl 90 çubuqlu bölmədən istifadə edib bölürük. Çubuqlu bölmədən istifadə edib böləndə 78 90-a bölünmür. Demək 783-ü 90-a böləcəm. Sonradan 0 da əlavə edirəm. Demək, çubuqlu bölmədə 7830-u 90-a bölürəm. Cavab 87-70 olur. D variantı. Fikrimdə bir ədəd tutmuşam. Bu ədədin üzərinə 46 əlavə edib 2-yə bölsək 41 alınar. Bu ədəd hansıdır? Nə edirəm? Tənlik qururam. Fikrimdə bir ədəd tutmuşam. Bu ədədi bilmirəm. Ədəd x-dir. Bu ədədin üzərinə 46 əlavə eləyirəm. Demək,
x üzərinə gəlsin 46-nı yazıram mötərizədə. 2-yə bölsək, böl 2, 41 alınar, bərabərdir 41. Demək, mötərizədə x üzərinə gəlsin, mötərizə açıldı, x üzərinə gəlsin 46, mötərizə bağlandı. Bölünsün 2-yə bərabərdir 41-ə. Sonra x üzərinə gəlsin 46 bərabərdir, 41-i 2-yə vururam, cavab neçə eləyəcək? 82. X üzərinə gəlsin 46 82-yə bərabər oldu. X də bərabər olacaq nəyə? 82 çıx 46. 82-dən 46-nı çıxanda 36 A variantı. Sual 6. 44 4000. Demək 4000-i bölürəm 20-yə, eləyəcək 200. Sonra 81.000 də böləcəm 90-a, eləyəcək 900. 200-dən 900-ü toplayanda eləyəcək 1100 Y variantı. Sual 7. 45 vur 13. 45-i 13-ə vururam. Alt-alta vurmadan istifadə edirəm. Cavab 585 edir. B variantı. Sual 8. Əkinçi sahədən bu il 503 ton kartof və 380 kiloqram soğan topladı. O cəmi neçə kiloqram tərəvəz toplamışdır? Demək, biz bilirik ki, 1 tonumuz 1000 kiloqramdır, düzdürmü? 5'də 3 tonu gəlin kiloqrama çevirək. 1 tonumuz 1000 kiloqramdır. 1000-i bölürəm 5-ə, vururam 3-ə, eləyəcək 600. Əkinçi sahədə bu il 503 ton kartof topladı. Tonu kiloqrama çevirirəm, 1000-i böldüm 5-ə, vurdum 3-ə, elədi 600. Demək, 600 kiloqram kartof, 380 kiloqram soğan. Cəmi neçə kiloqram tərəvəz toplayıb, 600-dən də 380-i toplayıram. Eləyəcək neçə? 980. 980, bəli, A variantı. Sonra sual 9. Demək, bucaqlar haqqında deyilmiş aşağıdakı fikirlərdən hansılar doğrudur? 90 dərəcədən böyük bucaqlar iti bucaqlardır. Səhvdir. İti bucaq 90 dərəcədən kiçikdir. Demək, biri götürmürəm. Kör bucaq açıq bucaqdan kiçikdir. Bəli. Düzdür. Kör bucaq 90-dan böyükdür. Açıq bucaq da ki 180 dərəcədir. Açıq bucaq 180 dərəcədir. Kör bucaq da 90-dan böyük 180-dən kiçikdir. Açıq bucaq 180-dir. Kör bucaq da 90-dan böyük 180-dən kiçikdir. Demək, kör bucaq açıq bucaqdan kiçikdir. 2 düzdür. Kör bucağın ölçüsü 90 dərəcə ilə 180 dərəcə arasında düzdür. 2, 3, B variantı. 110 dərəcəli bucaq iti bucaqdır. Xeyr, 110 dərəcəli bucaq kör bucaqdır. İti bucaq 90-dan kiçik olur. B variantı. Sual 10. Verilmiş ədədləri minliklərə qədər yuvarlaqlaşdırın. Demək, 237.859 təklik, onluq, yüzlük, minlik, 9 təklik, 5 onluq, 8 yüzlük, 7 minlikdir. Düzdürmü? 7 minlikdir. 7-nin üzərində dayanıram. 7-dən sonra nə gəlib? 8 gəlib. Avtomatik olaraq 7 keçəcək 8-ə. Olacaq 238. Yerdə qalanlar da sıfırlanacaq. Demək, olacaq nə? C variantı. 238.000. 237.859-u minliklərə qədər yuvarlaqlaşdırılır. Minlik 7-dədir. 7-dən sonra 8 gəldiyi üçün 7 çevrilib olacaq 8. Sonra 8, 5, 9 olacaq nə? 0. 238.000. Oldu nə? C variantı. Aha. Keçək 11-ə. Uyğunsuzluğu müəyyən edin. 1 dəqiqəmiz 3600 saniyə. Xeyr, 1 dəqiqəmiz 60 saniyədir. 1 dəqiqə 60 saniyədir. 3600 saniyə deyil. Cavab elə A variantıdır. 1 kilometr 10.000 desimetr, 1 qram 1000 milliqram, 1 əsr 100 il. Bunlar düzdür. 12. 845 üzərinə gəlsin 7 vur 31. 7-ni 31-ə vuranda 217-dir. 845-dən də 217-ni toplayırıq. 1062 B variantı. Hesablayın 1440 böl 5. Yenə də çubuqlu bölmədən istifadə edirik. 1440-ı 5-ə böləndə 288 A variantı. 67.352 ədədini minliklərə qədər yuvarlaqlaşdırın. Demək, 2 təklik, 5 onluq, 3 yüzlük, 7 minlik. 7 minlikdir. 7-dən sonra 3 gəlib. 7 olduğu kimi qalacaq. Sonra 3, 5, 2 də sıfırlanacaq. Olacaq nə? 67.000. C variantı. Sonra azalan sırayla düzün. 16.345, 1929, 16.435, 1992. Azalan sırayla düzün deyəndə
Birinci 5 rəqəmlərdən başlayacaq. Məsələn, B ilə C-də birinci 4 rəqəmləri verib götürmürəm. A-da 16345 ilə başlayıb, amma biz 16435-i götürməliyik. D variantı 16435, sonra 16345, 1992, 1929. D variantı. Sual 16. 1623 ədədinin 1/3 hissəsini tapın. Nə edəcək? 1623-ü 3-ə böləcəyik. 541. C variantı. Hansı fikir səhvdir? 9-a bölünən ədədlər 3-ə də bölünür. Düzdür. Yalnız sonu 5 ilə bitən ədədlər 5-ə bölünür. Səhvdir. Sonu 0 və 5 ilə bitən ədədlər 5-ə bölünür. Cavab elə B variantıdır. Sonu 0 və 5 ilə bitənlər 5-ə bölünür. Cavab B-dir. 1376 ədədini onluqlara qədər yuvarlaqlaşdırdıqda 1380 alınır. Demək, 6 təklik 7 onluqdur. 7-dən sonra 6 gəldiyi üçün 7 bir vahidi böləcək olacaq 8. 6 da 0-a çevriləcək 1380. Düzdür. Natural ədədlər sayıla bilən ədədlərdir. Bu da düzdür. Sonra sual 18. Verilmiş misalda hansı əməl sonuncu yerinə yetiriləcək? 982330 çıxılsın. 4567 vur 5 üzərinə gəlsin. Demək 3.567.789. Nə edəcək? Birinci vurmanı həyata keçirəcək. Sonra 982.330-dan alınan cavabı çıxacaq. Sonra da üzərinə 3.567.789-u gələcək. Yəni, ən axırıncı toplam əməli yerinə yetiriləcək. C variantı. Sual 19. 963-dən hansı ədədi çıxsaq, alınan cavabda təklik 5-dən böyük, 8-dən kiçik olar. Bunu variantla daha rahat tapa bilərsiniz. Məsələn, 963-dən deyir, hansı ədədi çıxsaq, alınan cavabda təklik 5-dən böyük, 8-dən kiçik olar. Demək, 963-dən 38-i çıxsam 925 edəcək. Burada təklik deyir 5-dən böyük olsun. Təklik elə 5 özü olmuş olacaq, götürmürük. 963-dən 30 çıxsaq 930 edəcək. Deyək ki, təklik 5-dən böyük olsun. 930-da 0 təklikdir, 0 5-dən böyük deyil axı. Sonra 963-dən 58-i çıxsaq cavab 905 edəcək. Təklik elə 5 oldu. Götürmürəm. Amma 963-dən 27-ni çıxsaq cavab edəcək 936 və təklik 6-dır. 6 da 5-dən böyük, 8-dən kiçikdir. Olacaq nə? D variantı. Və sonuncu 20-ci suala da baxaq. Cünel Esmiradan 3 yaş böyükdür. Cünelin 28, Esmiranın isə 25 yaşı var. Cünel 5 ildən sonra Esmiradan neçə yaş böyük olacaq? İllər keçsə də aradakı yaş fərqi dəyişmir. Cünel doğulandan Esmiradan 3 yaş böyükdür. Demək, Cünel Esmiradan 3 yaş böyükdür. Aradan 10 ildə keçsə, 20 ildə keçsə, 30 ildə keçsə, neçə il keçsin, hər zaman Cünel Esmiradan 3 yaş böyük olmuş olacaq. Demək, Cünel 5 ildən sonra Esmiradan neçə yaş böyük olacaq? Yenə də 3 yaş böyük olmuş olur. B variantı və bununla da sualların izahı yekunlaşdı.